Salam yoldaşlar, hədəf DQT-lərinə baxmağa davam edirik. Elastik qüvvəsi sürtmə qüvvəsinə aid DQT 5-in testdən suallarına baxmışdıq. İndi də test V-nin suallarına baxırıq. Başlayaq. 1. Sürtünmə əmsalı toxunan səthlərin sahəsinin asılı qrafiki hansıdır? Sürtünmə əmsalı, sürtünmə qüvvəsi toxunan səthlərin sahəsindən asılı deyillər. Yəni, birinci sualın cavabı olacaq D variantı. Sürtünmə qüvvəsi ilə sürtünmə əmsalı toxunan səthlərin sahəsindən asılı deyillər. 4. Liftdə dinamometrdən yük asılmışdır. Lift A bərabər 3G təcili ilə yuxarı bərabərliyə hərəkət etdikdə dinamometrin göstəricisi necə dəyişər? Bu zaman çəkinin ifadəsi bərabər olacaq G plus A. Yuxarı bərabərləşən hərəkət edirsə, çəkinin qiyməti artır olur, G plus A düsturü ilə tapılır. Və bu zaman A bərabərdə 3G olduğu üçün A-nın yerinə yazıram 3G olacaq 4mj. Yəni çəkinin qiyməti 4 dəfə artmış olacaq. Sükunətdə və yaxud düzxətti bərabər sürətdə hərəkət etdikdə çəkinin qiyməti mj-yə bərabər olur. A təcili ilə yuxarı hərəkət etdikdə isə çəkinin qiyməti artıb 4mj-yə bərabər olur. Deməli, çəkinin qiyməti 4 dəfə artdı. 4-də cavabımız olacaq Y variantı. 5. Üfüqi yolda hərəkət edən avtomobilin təkərləri ilə yer arasındakı sürtünmə qüvvəsi 3200 Newton, sürtünmə əmsalı isə 10/4-dür. Avtomobilin kütləsini təyin edin. Deməli, dostlar, burada sürtünmə qüvvəsinin qiyməti verilib, sürtünmə əmsalı verilib, kütləni istəyirib, sürtünmə nəyə bərabərdir? Elə mj-yə. Buradan kütləni tapanda m bərabər olacaq F sürtünmə bölünsün mj. Yəni, daha sonra mj. Mj yox, mj. Buradan sürtünmə qüvvəsinin qiymətini 3200 yazırıq. Sürtünmə əmsalı verib bizə 10/4, Ş də 10-dur. Bu da bizə neçə verəcək? 3200-ü böləcək 4 olacaq 800 kiloqram. Yəni cavabımız olacaq 5-də C variantı. Növbəti sualımız 2-də yaydan asılan yüklü təsir edən qüvvənin 4 apartda yayın sərtliyi dəyişər. Yayın sərtliyi qüvvə bölünsün uzanmaya bərabərdir və nə qüvvədən, nə də uzanmadan asılı deyil. Yəni qiymət dəyişməyəcək, cavabımız olacaq 2-də C variantı. 6. Şəkildə 4 yay üçün elastik qüvvənin deformasiyanın qiymətinə hansı qrafik göstərmişdir? Hansı halda yayın sərtliyi əmsalı ən böyükdür? Sərtlik bərabər dediyimiz kimi qüvvə bölünsün uzanma. Buradan da bu qrafiklərdə yuxarıdakı kəməti, aşağıdakı kəmətə böləndə bizə nəyi verir? Tangensi verir. Və bucağın qiymətini artıranda tangens artacaq və tangens artdığı üçün sərtliyin də qiyməti artmış olacaq. Buna görə də hansı halda qiymət ən böyük olacaq? Sərtliyin qiyməti ən böyük, bucağın qiyməti ən böyük olanda, yəni 5-də. Yəni 1-də bucaq bu qədər, 2-də bu qədər, 3-də bu qədər, 4-də bu qədər, 5-də bu qədərdir. Yəni bucağın ən böyük qiyməti 5-də olduğu üçün sərtliyin qiyməti ən böyük 5-də olacaq. Ən kiçik desəydik 1 idi, ən böyük dediyi üçün 5-i götürəcəyi 6 cavabımız olacaq D variantı. Yaydan 2 kilo kütləli yük asılmışdır. Sapdan 6 kilo kütləli yük asılarsa uzanması necə dəyişər? Deməli, yoldaşlar, yaydan yük asılırsa, yayın elastik qüvvəsi, yəni Kx, bu yükün ağırlıq qüvvəsinə bərabər olur. Yəni, bu bərabərliyi yazırıq. Kx bərabərdir mj. Buradan da uzanma tapanda x-i nə olacaq? Mj bölünəcək k-ya. Deməli, yaydan yük asanda uzanma kütlədən düz mütənasib asılı olur. Əvvəlcə kütlənin qiyməti 2 kilodur. İndi deyək ki, sapdan bir dənə də 6 kilo kütləli yük asıb. Bu zaman kütlənin qiyməti olacaq artıq həm 2, həm də 6 kilo asıldığı üçün olacaq 8 kilo. Yəni ümumi kütlə 4 dəfə artır. Və kütlə 4 dəfə artırsa, uzanma da deməli 4 dəfə artmış olacaq. Yəni cavabımız olacaq 3-də A variantı. 7. Şəkildə sürtünmə qüvvəsinin modulunun səthinin reaksiya qüvvəsinin asılı qrafiki vermişdir. Sürtünmə əmsalını təyin edin. Sürtünmə qüvvəsi bərabərdir. Sürtünmə əmsalı vurulsun. Reaksiya qüvvəsi. Buradan da sürtünmə əmsalını tapanda sürtünmə qüvvəsini bölürəm reaksiya qüvvəsinə. Yəni 4-ü bölürəm ona uyğun qiymət 8-ə. Yəni 4-ə uyğun qiymət burada 8-dir.
Sürtünmə qüvvəsinin qiyməti 2 olduqda isə ona uyğun qiymət reaksiya qüvvəsinin qiyməti 4-dür. Ya da 2-ni bölürəm 4-ə. Hər iki halda cavabımız olacaq 0,5. Demək, sürtünmə əmsalının qiyməti 0,5-ə bərabərdir. 7-də cavabımız olacaq A variantı. Növbəti səhvəmizə baxırıq. Verilmiş diaqrama görə 8-ci sual. Verilmiş diaqrama görə hansı nöqtə sürtünmə qüvvəsi ən böyük qiymətdə uyğundur? Tormoz yolunun üstünləri V0 kvadratı bölünsün 2A-dır. Əvvəl birinci düstur. Burada son sürətin qiyməti 0, çünki dayanıb tormozlanıb. A-nın yerinə nə yaza bilərəm? Müjdə. Yalnız sürtünmə qüvvəsi altı hərəkətdə təcil müjəyə sürtünmə əmsalı vurulsun səbəşmə təzyiqinə bərabərdir. Hər tərəf M-ə vursaq MV0 kvadratı bölünsün 2 MMJ. MMJ bizə nəyi verir? Sürtünmə qüvvəsini. Olacaq 2 MV0 kvadrat bölünsün 2 F sürtünmə. Buradan sürtünmə qüvvəsini tapsaq, F sürtünmə bərabər olacaq onda. V0 kvadratı bölünsün 2S. Deməli, dostlar, xətt deyək. Üçün bucağı bu qədər. 4, 5, 2-nin bucağı bu qədər. 1-in də bucağı bu qədər. Yəni, evet, 4 üçün belə çəkə bilərik belə. Deməli, dostlar, bucaqlara baxsaq, ən kiçik bucaq 3-dədir. 4, 5, 2-də bucaqlar bərabərdir. 1-də isə ən böyük bucaqdır. Daha doğrusu mən səhv yazdım burada. Alfa 3 kiçikdir. Alfa 4 bərabər, alfa 5 bərabər, alfa 2. O da kiçikdir alfa 1-dən. Demək, ən böyük bucaq 1-dədir. 4, 5, 2 eyni xətt üzərində olduqları üçün burada bucaqlar bərabərdir. 3-də isə bucağın qiyməti ən kiçikdir. İndi yoldaşlar, mən demişdim ki, bu düz mütasib qrafiklərində yuxarıdakı kimi, aşağıdakı kimi bölündü tangens. Yəni tangens alfası bərabərdir. S bölünsün V0. Tərsi isə kotangensdir. V0 bölünsün S. Burada da sənə verib V0 kvadratı bölünsün 2S. Bunu da mən belə göstərə bilərəm. V0 bölünsün 2S. Bu zaman V0 bölünsün S tangens desə olacaq. Kotangens desə olacaq. F sürtünmə bərabərdir. V0 bölünsün 2 kotangens alfa. Kotangens azalan funksiyadır. Bucağın qiyməti artdıqca kotangens azalır. Ona görə də sürtünmə qüvvəsinin qiyməti azalmış olacaq. Deməli, sürtünmə qüvvəsinin qiyməti ən böyük harda olacaq? Bucağa böyük olanda. Bucaq kiçik olanda. Bucağın kiçikdirsə, sürtünmə qüvvəsinin qiyməti də ən böyük olur. Bucağı da kiçik olan hansıdır? 3-dür. Deməli, sürtünmə qüvvəsinin qiyməti orada ən böyük olacaq. Bu bir yol. Başqa necə baxa bilərik? Başqa belə baxa bilərik ki, deməli, sürtünmə qüvvəsinin ən böyük qiyməti üçün başlanğıc sürətin qiyməti ən böyük olmalıdır. Yəni, sürət böyük olmalıdır. Məxərc isə ən kiçik olmalıdır. Əgər sürət böyük, məxrəc ən kiçikdirsə, deməli, mənim qiymətim də sürtünmə qüvvəsinin qiymətindən böyük olur. Burada da başlanğıc sürətin qiyməti ən böyük olan nöqtələrə baxır. 3-dən 2. Sonra burada tormoz yolunun ən kiçik olduğu nöqtələr isə 4-dən 3-dür. Orta nöqtə hansıdır? 3. Deməli, cavabımız olacaq C variantı, yəni 3. Bu da bir yol. Sonra 12 meyli bucağı alfa olan malum müstəvidə A cismi təcillə sürüşür, sürtünmə qüvvəsinin istiqamətini göstər. Cisim təcillə sürüşür və sürtünmə qüvvəsi hərəkətin əksinə istiqamətdə yönəlir. Yəni, 2 istiqamətdə yönəlmiş olacaq. Cavabımız olacaq 12-də C variantı. 9. Sürət zaman qrafikinə görə hansı hissədə dartı qüvvəsi sürtünmə qüvvəsindən böyükdür? Aha. Dartı qüvvəsi nə zaman sürtünmə qüvvəsindən böyük olur? Bərabər yeniləşən hərəkətdə. Bu zaman bərabərləşən hərəkətdə sürətin qiyməti artır. Sürətin qiyməti artdığı hissə hansıdır? 1. Deməli, birinci hissədə dartı qüvvəsi sürtünmə qüvvəsindən böyük olacaq. İkinci hissədə bərabər sürətli hərəkətdir. Dartı qüvvəsi sürtünmə qüvvəsinə bərabərdir. Üçüncü hissədə isə bərabər yavaşlayan hərəkətdir. Sürətin qiyməti
azalır, modul hızı azalır və bu zaman dartı qüvvəsi sürtmə qüvvəsindən kiçik olur. Deməli, dartı qüvvəsinin sürtmə qüvvəsindən böyük olduğu hissə yalnız birinci sədr 9-da cavabımız olacaq A variantı. 13. Şəkildə göstərilən nöqtələrə uyğun gələn sürtünmə əmsallarını müqayisə edin. Deməli, yoldaşlar, burada yenə bucağa baxırıq. F sürtünmə bərabərdir mu n. Buradan mu-nu tapanda F sürtünməni bölürəm n-ə. Burada da F sürtünmənin n-ə nisbəti bizə nəyə verəcək? Bucağın tangensini. Və yenə bucaqlara baxanda 1 ilə 2 bir-birinə bərabərdir və onlar böyükdür 3 ilə 4-dən. 3 ilə 4-ün bucağı bu qədər, 1 ilə 2-nin bucağı bu qədər. Və eyni şərti də yenə sürtünmə əmsalı ödəyəcək. Çünki dediyimiz kimi tangens artan funksiyadır. Bucağın qiyməti artdıqca tangens artacaq və sürtünmə əmsalının qiyməti artmış olacaq. Ona yazıram. mu1 bərabərdir mu2. O da kiçikdir. mu3 bərabərdir mu4-ə. Bu da cavabımız olacaq hansı? B variantı. 13-də cavabımız olacaq B variantı. Növbəti sualımız 10. Tezin sürətinin proyeksiyası V bərabər 4+6 şəklindədir. Sürtünmə qüvvəsinin modulunu deyib təyin edən. Yəqin ki, burada 200 Newton demək istəyib bizə. Yəni, burada da tezin qiyməti 6-dır, kütlə 20-dir. Bu zaman əvəzedici qüvvəni tapırıq MA ilə. Kütləsi 20, təcili 6. Çünki V bərabərdir. V0 plus 6 edir. T-nin əmsalı təcili göstərir. Bu bizə verəcək 120 Newton. Demək, əvəzedici qüvvə 120-dir. Dartı qüvvəsinin qiymətini bizə verib 200 Newton. Onda sürtmə qüvvəsinin qiyməti olacaq. Dartı qüvvəsi çıxılsın əvəzedici qüvvə. Yəni 200-dən çıxacağım 120-ni. Bu da bizə verəcək 80 Newton. Yəni cavabımız olacaq. Onda C variantı. Çünki bərabər yerləşən hərəkətdir. Sürət tənliyi belədir. Bərabər yerləşən hərəkətdir və bərabər yerləşən hərəkətdə dartı qüvvəsi sürtünmə qüvvəsindən böyük olur. Və əvəzedici qüvvəni tapanda böyük qüvvədən dartı qüvvəsindən çıxıram sürtünmə qüvvəsini və dartı qüvvəsi sağ istiqamətdə, sürtünmə qüvvəsi isə sol tərəfdə yönəlmiş olur. Buradan da sürtünmə qüvvəsini tapanda dartı qüvvədən çıxıram əvəzedici qüvvəni. 14. Cismin tormoz yolunu 3 dəfə azaltmaq üçün onun sürətini necə dəyişmək lazımdır? Tormoz yolu bərabərdir. Başlayan sürətin kvadratı bölünsün 2A. Yəni tormoz yolu başlayan sürətdən kvadratik düz mütənasibəsidir. Yəni tormoz yolunu 3 dəfə azaltsaq, başlayan sürəti də deməli kök altı 3 dəfə azaltmış olur. Deməli başlayan sürəti kökdə 3 dəfə azaltsaq, tormoz yolu da 3 dəfə azalmış olur. Onun kvadratı qədər azalmış olur. Cavabımız olacaq 14-də Y variantı. Növbəti sualımız 11. Verilən qrafikə uyğun münasibəti təyin et. Bərabər sürətli hərəkətdir. X bərabərdir. VT tənliyidir. Burada başlanğıc koordinat 0-dır. Və bərabər sürətli hərəkətdə dartı qüvvəsi sürtünmə qüvvəsinə bərabər olur və əvəzedici qüvvənin qiyməti 0 olur. Qüvvələr bərabərdir, əvəzedici qüvvənin qiyməti 0-dır. Cavabımız olacaq 11-də A variantı. Və sonuncu sualımız olmuş. Çubuğun sərtliyi təsir qüvvəsindən uzanmadan asılı. Təsir qüvvəsindən uzanmadan asılı deyil. Cavabımız olacaq 15-də B variantı. Sərtlik K bərabərdir SY bölünsün L0. Materialdan və həndəsi ölçülərdən asılıdır. Sahədən asılıdır. Sonra sahənin yerinə yaza bilərəm. Pi kvadratı radiusdan asılıdır. Başlanğıc uzunluqdan asılıdır. L-in yerinə yaza bilərəm. D bölünsün ki, diametrini ifadə edə bilərəm. Pi d kvadratı Y böl 4L0 olar. Yəni sahədən, radiusdan, diametrdən və başlanğıc uzunluqdan asılı olur. Yəni sərtlik yayın materialından və həndəsi ölçülərindən asılıdır. İzah bu qədər yoldaşlar. Növbəti izahlarda görüşənə də özünüzdən müğayət olun.